Göyçay rayonu Şəkər kəndi şəhidi Məhərrəmov Elnur Nərbala oğlunun 18 may 2025-ci il tarixində məzarı önündə şəhidimizin mövludu qeyd olundu. Şəhidimizin məzarı və ev muzeyi də ziyarət etdik. Tədbirdə şəhid ailələri, yaxınları və kənd sakinləri də iştirak etdilər. İlk öncə şəhidimizin ruhuna dualar oxunur və bir dəqiqəlik sükutla yad edildi. Hörmətli bugün qəhrəman şəhidimizi yad eləməyə gələn hər kəsi vida salamlayır. İlk öncə Azərbaycan suverenliyi və azadlığı uğrunda torpaqlarını təbliğ canından keçən şəhidlərimizi bir dəqiqəlik sükutla əziz xatirəsini yad edir. Şəhid ailələri Qəhrəman şəhidimizin xatirələrindən bəhs Elnur etdilər. Məhərrəmov doğum günü ilə əlaqədar olaraq onun məzarı başına gətirir. 2022-ci ildə sentyabr ayında antiterror əməliyyatları vaxtı qəhrəmancasına Göyçayımızın daha bir kəndi Qarabağ torpaqlarının azad olunmasında canından keçdi. Digər Azərbaycan qəhrəman oldular. Və Göyçayımızda yenidən bir zaman oğlanın torpaqlarından olmasına şahid oldu. Və o günləri hamı çətin də olsa xatırlayır və bizim yaddaşımızda yazır. Mən bayaq qeyd edildim. Əmanət olduğunu bilməyənlər. Hətta onu mən bəzi insanlara da sual verirkən vətən nə olduğunu soruşdum, mən cavab verə bilmədim. Yəni vətən nə demək? Bu adi bir sözdür ki, onun uğrunda gedib canından keçir. Vətən ailədən başlayır. Ocaq başından başlayır. Kimliyindən asılı olmayaraq, daşlı vəzifədən asılı olmayaraq hər kəs deyir və hər kəsin də borcudur. Demək ki, baş əyirik sizin qarşınızda. Hətta biz valideynlər belə sizə borcluyuq. Çünki siz bizim uğrumuzda və bizim timsalımızda digər Azərbaycan övladlarının, Azərbaycan torpağında yaşayan insanların uğrunda canınızdan keçir. Ruhu şad olsun. Bugün həqiqətən doğum günümüz. Mən hamılıqla biz həmçə Nərbala qardaşımızın, şəhidimizin anasının yanında olur. Bu belə də olacaq. Hər gün də olmaq olur. Çünki hamımız da çoxdur. Allah xəstələrimizə şəfa versin. Özümüzü qorumalıyıq. Hamımız qorumalıyıq. Yəni, boş verməyək günümüzü. Sağlamlığımızın qədrini bilin. Bilirəm, çox çətindir. İnsan yaşamaq heç arzusundadır. Amma bizə Allah verən payı yaşamalıyıq. Borcumuz yaşamaq üçün gəldi. Nərbala həqiqətən çətinliklə uşaq böyütmüşdü. Uşaq oxuyurdu, ali təhsil alasıydı. Yarımçıq qoyub getdim əsgəriyə. Əsgəriyin sonu çatandan sonra şəhid oldu. Allah səbri versin. Bizim dərdimiz ağırdı. Biz həmişə düzdür, bu şərəfdir. Belə ölmək, ölüm haqdır. Hamımız öləcəyik həyatda. Valla sən alim, Allah səbri versin. Nə deyim daha başqa söz deməyə. Allah bütün analara, bütün atalara, bütün valideynlərə səbir, yaxınlarına səbir. Bugün yığılmışıq Elnur balanın başına. Ne yaşı vardı? Şimdi bir gün yaşasaydı sadece 24 yaşı vardı. 21 yaşında şehit olup antiterör ameliyatında. Mevludun mübarek olsun. Allah güzel bir şekilde dünyaya getirip güzel bir şekilde dünyadan aparır. Şehadetlerin kabul eləsin. Bizler de inşallah onların şefaatine nail eləsin. Bizler de şehitlerimize qonşu eləsin. Ne hoş bizim halımızda olarsa inşallah onlara hem bu dünyada hem ahirette inşallah onlara bir qonşu olar. Allah rahmet eləsin. Allah
səbirlər versin hər birimizə. Allah istiqamətli yeriməyə, yürüməyə inşallah bir-birimizi əlindən tutmağa Allah nəsib eləsin. Bu qardaşlığımızı da şəhidlərimizə görə inşallah davamiyyət versin. Şəhidlərimizin ruhu üçün və Allah rızası üçün Əl-Fatihə. Şəhid ailələri şəhidimizin məzarı önündə xatirə şəkli çəkdirdilər. Xatırladaq ki, Məhərrəmov Elnur Nərbəlaoğlu 18 may 2001-ci ildə Göyçay rayonunun Şəkər kəndində anadan olmuşdur. Orta məktəbi 2018-ci ildə bitirmişdir. Elnur həm də Azərbaycan Universitetinin 3-cü kurs tələbəsi idi. Elnur universitetdə təhsilini dondurur və 9 oktyabr 2021-ci il tarixində əskəri xidmətini yerinə yetirmək üçün yola düşür. Birinci olaraq Gəncə rayonunda bir müddət xidmət edir. Sonra Kəlbəcər rayonuna yollanır. Əskərlik xidməti orada davam edir. 2022-ci ildə sentyabrın 12-dən 13-nə keçən gecə düşmənin təxribatı qarşısını almaq üçün ağır döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdı. Göyçay rayonu Şəkər kəndi qəbirstanlığında dəfn edilmişdir. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin sərəncamına əsasən vətən uğrunda 3-cü dərəcəli rəşadət ordeni ilə təltif edilmişdir. Tədbirin sonunda şəhid ailəsi ziyarətçiləri çay süfrəsinə dəvət etdi. Məkanın cənnət olsun şəhidim. Şəhid ailələrinə səbir və dözüm diləyirik. Göyçay Şəkər kəndi. Müxbir İsmailov Zəka Göyçaylı, Lalə Hüseynova, Həmidov Bəhlul Göyçaylı. Diqqətiniz üçün təşəkkür edirik.